44 günlük Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi. Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Cənab Prezident İlham Əliyevin müharibənin gedişində dəfələrlə bəyan etdiyi kimi, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndürə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Təəssüflər olsun ki, müharibə qurbansız ötüşmür. Xalqımız bu müharibədə 3000-ə yaxın şəhid verdi. Nə qədər əsgər və zabitimiz qazi oldu. Torpaqlarımızı işğaldan azad edilməsi uğrunda vətən yolunda şəhidlik zirvəsinə ucalan oğullardan biri də həyatda cəmi 19 il 3 gün ömür sürən Göyçay rayonu şəhidi Orxan Akiboğlu Kərimli oldu. Orxan Kərimli 6 oktyabr 2001-ci il tarixində Göyçay rayonunda anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Hüquq Fakültəsinin 2-ci kursunda oxuyurdu. 9 oktyabr 2019-cu ildə hərbi xidmətə çağırılmışdır. Özü yeriyən topda baş tuşlayıcı atıcı idi. 2-ci Qarabağ müharibəsi başlayan gündən Daşkəsən Kəlbəkər istiqamətində gedən döyüşlərdə iştirak etdi. 9 oktyabr 2020-ci il tarixində komandanlığın atəş açmaq əmrini sinif və əsgər yoldaşlarının əvəzinə qaçıb yerinə yetirdikdən sonra geri qayıdarkən düşmənin açdığı raket atəşindən sonra şəhid oldu. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Cənab İlham Əliyevin sərəncamı əsasında Vətən uğrunda cəsur döyüşçü, Kəlbəkərin azad edilməsi uğrunda, Qubadlının azad edilməsi uğrunda medalları ilə təltif edilmişdir. Orxan Kərimli, dayısı Əliyev Əyyar Hacıoğlu da hələ 1994-cü ildə 1-ci Qarabağ savaşında şəhid olmuşdur. Bundan əlavə, Göyçay şəhərində şəhid Orxan Kərimli adına Günəşə Doğru Kadr Tədris Mərkəzi onun adına təşkil edilmiş auditoriya ilə tanış olduq. Tədris mərkəzində abituriyentlərin hazırlığı, müxtəlif dillərin tədrisi və başqa kurslar fəaliyyət göstərir. Tədris mərkəzi rəhbəri Mehdiyeva Elza müəllimə bu tədris haqqında məlumat verdi. Göyçay rayonu Mehdiyeva Elza. Deməli, mərkəzimiz 2 ildir artıq fəaliyyət göstərir. Bu il mart ayından şəhidimiz Orxan Kərimlinin adını kursumuza vermişik. Mərkəzimizdə uşaqlar təhsil alırlar, işsiz gənclər gəlib peşə hazırlığına qatılıb, hər hansı bir peşəyə yiyələnib işlə təmin olunurlar. Şəhidimizin adından həyata keçirmək bizim üçün fəxrdir və biz şəhidimizin adını kursumuza verərkən onun valideynlərindən, böyüklərindən, Məlahət anamızdan, Akif atamızdan halallıq aldıq və onlar çox məmnuniyyətlə qəbul edilər və buna görə də onlara təşəkkür edirik. Gənc nəslimizin, uşaqlarımızın, şagirdlərimizin, bizim igid oğullarımızın onların davamçısı kimi böyüməsi üçün, onlardan örnək götürməsi üçün, şəhidlərimizin əbədləşdirilməsi, xatirəsinin əbədləşdirilməsi üçün bu işi görmüşük və burada təhsil alan şagirdlər şəhidlərimizi örnək götürüb, onlar da öz qəhrəmanlarını, öz Azərbaycan igid oğullarını tanıyaraq böyüsünlər. Sizə də təşəkkür edirik ki, belə gözəl işi həyata keçirdiniz, şəhidlərimizin yad edirsiniz, onların xatirəsini əbədləşdirirsiniz, qazilərimizi sayırsınız, hörmət edirsiniz, onların unudulmadığını, onlar özlərini hörmətli hiss edirlər. Biz bilirik ki, bu müharibə vaxtı hər şəhid ailəsi, şəhid anası, şəhid atası, yoldaşı, uşaqları nə qədər travma alıblar, nə qədər əziyyət çəkiblər və ən azından onlara az da olsa bizim onlara göstərdiyimiz, verdiyimiz dəyər, hörmət onlara az da olsa təsəlli olur. Bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən də Orxan qardaşımıza da Allah rəhmət eləsin, yeri mütləq ki behişdir, valideynlərinə də səbir diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah bütün şəhid ailələrinə səbir və dözüm versin. Göyçay rayonu Batu kəndinin şəhidi Orxan Kərimli bugün məzarını və evini ziyarət etdi və adına bəzəşdirməkdən ötürü sonra da gəldik məktəbini və bağçanı da ziyarət edik. Müəllimə sizə də təşəkkür edirəm. Sağ olun, mən sizə təşəkkür edirəm. Çox sağ olun. Sonra Göyçay rayonu Şəhidlər Xiyabanında Orxan Kərimlinin məzarını ziyarət etdik. Yaşadığı evi də şəhidin adına təşkil edilmiş ev muzeyində olduq. Şəhid Orxanın atası Akif Kərimovla birlikdə bir daha Orxanın əziz xatirəsini yad etdik. Şəhid Orxan Kərimlinin atası
Kərimov Akif Məmmədoğlu, Göyçay rayonu. Orxan mənim 3-cü övladım idi. Oktyabr ayının 6-sında 2001-ci ildə anadan olmuşdu. Göyçay şəhər 7 saylı məktəbin 11-ci sinifini bitirdi. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdu. 2-ci kursda idi, oxuyurdu, qiyabiçi idi. Hərbiyə çağırdılar, əskəriyə çağırdılar Orxanı 2019-cu ildə. 2019-cu ildə getdi hərbi xidmətə oktyabr ayının 9-da və bir ildən sonra bildiyiniz kimi sentyabr ayının 27-sində 2020-ci ildə Böyük Vətən müharibəsi başladı. Həmin müharibədə Orxan da öz döyüş yoldaşları ilə qatıldı və öz bacardığını əsirgəmədi və həmin o hissədə bir qəhrəman kimi böyüdü, yetişdi, döyüşdü. Və oktyabr ayının 9-da məhz elə əskərliyə, hərbi xidmətə getdiyi gün orada şəhid oldu. Oktyabr ayının 9-da, 10-da onu dəfn elədik Göyçay Şəhidlər Xiyabanında. Şəhidlərimizin xatirəsinin yad olunması, xatirəsinin əbədiləşdirilməsi hər bir vətəndaşımızın borcudur. Biz şəhidlərimizi daim yad eləməliyik, xatırlamalıyıq. Ona görə ki, şəhidlər bizə bütöv Azərbaycanı bəxş elədilər. Onlar işğalçıları torpaqdan qovdular. Onlar öz qanları, canları ilə bu vətənin azad, təmiz gələcəyi uğrunda öz canlarını fəda elədilər. Çox sağ olun, təşəkkür edirik ki, şəhidlərimizin xatirəsini bax beləcə çəkib yayırsınız, əbədiləşdirirsiniz. Heç olmasa bu çəkilişi görən adamlar şəhidlərimiz haqqında məlumat olur və onlar da şəhidlərimizə rəhmət diləyir, onların ruhu qarşısında baş əyirlər. Çox sağ olun, təşəkkür edirəm sizə. Zəkə müəllim, çox sağ olun. Sizə də, Bəhlul Göyçaylıya da təşəkkürümü bildirirəm. Bu günlərin biz birlikdə Şəhidlər Xiyabanında şəhidlərimizi, o cümlədən şəhid Orxan Kərimlin məzarını ziyarət elədik və ruhuna dualar oxuduq. Orxan Kərimlinin adına verilmiş kadr, Göyçay şəhərində yerləşən kadr tədris mərkəzində onun haqqında siz müəyyən reportajı götürdünüz. Bu gözəl iş üçün sizə dərin ürəkdən təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm. Göstərdiyiniz bax bu fəaliyyət, gördüyünüz bu iş bizim şəhidlərimizin ruhunun şad olması üçün, onların xatirəsinin əbədiləşdirilməsi üçün böyük işdir, böyük tədbirdir. İnanıram ki, bu gündən sonra da Allah sizə iş avadlığı eləsin deyirəm. Bu gündən sonra da bu belə fəaliyyətinizi davam etdirəcəksiniz. Bu sahədə sizə uğurlar arzu edirəm. Təşəkkür edirəm, Əli. Allah şəhidimizə də rəhmət etsin. Ruhu şəhid məkanı cənnətli olsun. Allah sizə səbr və dözüm versin. Allah bütün şəhidlərimizə də rəhmət etsin. Qazilərə Allah şəfa versin. Veteranlara Allah can sağlığına ömür versin. Bizim borcumuzdur. Biz Göyçay rayonu və İsmail rayonu, Ağsu rayonu belə gedirik. Şəhidlərimizin evini ziyarət edirik və məzarını ziyarət edirik və xatirəsinə açılmış bulağını da ziyarət edirik və məktəblərini ziyarət edirik, oxuduğu sinifləri də ziyarət edib və kanallarımıza yayımlayırıq. Azərbaycan İnternet Televiziyasının izləyicilərinə də təşəkkür edirik ki, bu reportajımızı izləyirlər. Allah şəhidlərimizə rəhmət etsin. Təşəkkür edirik. Yəni. Çox sağ olun. Çox sağ olun. Məkanın cənnət olsun şəhidim. Şəhidimizə rəhmət, ailəsinə, yaxınlarına səbir və dözüm diləyirik. Xüsusi müxbir İsmailov Zəka Göyçaylı, Həmidov Bəhlul Göyçaylı, Hüseynova Lalə. Bizi izləməyi unutmayın. Kim deyir şəhidlər ölür? Yalandır. Şəhidlər torpağa yeni can verir. İllərdir yaralı idi Qarabağ. Şəhidlər, qazilər ona qan verir. Tarix unutmayır qəhrəmanları. Bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı.